Sürətlə sürtünmə hadisəsindən istifadə edərək və iki metal arasında G və F sürtünmə qüvvəsini artıraraq onları bir-birinə qaynaq etmək üsuluna yiyələniblər. Deməli, bu hissələr qaynaqlandıqca ağ işıq, xaçı və boz zərrələr qeyri-sabit və sürətli hərəkət edərək hissələrin birindən digərinə keçə bilirlər. Qaynaqlanıb qurtardıqdan sonra isə soyuduqca eyni bir hissədəki kimi sabit, rəvan və yavaş axımlı vəziyyətdə olan hərəkətə keçirlər. Dedim ki, hər hansı cisimdə ağ işıq, xaçı və boz zərrələrin sayı onun kütləsinə mütənasib olaraq müəyyən nisbətdədir. Bəli, həm də cismin zərrələrinin sayı özünün və ətraf mühitin, varlıqların hansı şəraitdə olduğu hallardan çox asılıdır. Onlarla vəhdətdədir və onlara uyğundur. Metalı burğu ilə deşdikdə və ya sürtünmə üsulu ilə biri-birinə qaynaq etdikdə çoxlu miqdarda istilik alınır. Həmin metalın kütləsindəki xaçı zərrələrin sayı, yəni termonlarının miqdarı buna bəs edirmi? Gəl əvvəlcə elmdə termon nəyə deyilir məsələsini aydınlaşdıraq. Elmdə deyilir ki, termon termik yükün kvantıdır. Həm də deyilir ki, termik yük diskret xassəlidir. O hərəkətin elementar termik formasını səciyyələndirir və istər keyfiyyət və istərsə də kəmiyyət baxımından bütün təzahürlərdə özünü birmənalı göstərir. Kvant sözü pay deməkdir. Paylar cismin öz daxilində olduğu kimi ona kənardan da, ondan kənara da verilə bilər. Yəni cisimlər hər bir halda bir-biri ilə vəhdətdə olduğundan termonların, başqa sözlə xaçı zərrələrin cisimdən cismə ötürülməsi, axması labüddür. Ancaq burada bir cəhətə fikir vermək lazımdır. Düzdür, fəzada, mühitdə xaçı zərrələrin müvəqqəti sərbəst olanına da rast gəlinir. Lakin onlar cismə əsasən boz zərrələrlə birlikdə yaradıcı və hifzedici ağ işıq zərrələri ilə daxil edilirlər. Xaçı zərrələrin özləri cisimlərə müstəqil olaraq keçə bilmirlər. Yoxsa özbaşınalıq, hərc-mərclik, xaos halınlardır ki, bu da son nəticədə böyük katastroflara, dağıntılara gətirə bilərdi. Görürsən, böyük yaradan kainatda dağıntılara, xaosa imkan yaratmayıb. Deməli, qızdırıldıqda cismin ölçülərinin böyüməsi də bu zərrələrin ona daxil olması ilə əlaqədardır. Bəli, böyük yaradan deyir ki, boş gördüyün, boş bildiyin boş deyil. Cisimləri qızdırdıqda, dartdıqda, sıxdıqda və s. işləri yerinə yetirdikdə, onların atomları, molekulları, kristallar arasında məsafələr bu işlərin xarakterindən asılı olaraq artır və ya azalır. Müəyyən hədlərdə, məsələn, qazı qabda böyük sürətlə sıxdıqda və ya sıxılmış qazı qabdan boşaltdıqda, həcmini genişləndirdikdə, müvafiq olaraq dediyimiz zərrələr üçlüyü, qaz atomları, molekulları və hissəcikləri aralarına kənardan, dolaraq və ya boşalaraq, onlarda müvafiq qiymətlərə malik qüvvələr və temperaturlar yaradır. Bu isə həm makro və həm də mikro cisimlər üçün doğrudur. Ona görə ki, bu üçlüyün bütövlükdə kainatda heç bir vasitə ilə qarşısı alınmaz daimi axını var. Və böyük yaradanla hər birisinin ayrıca, həm də ümumilikdə vəhdəti həmişə təmin olunur. Bu axının, bu vəhdətin sayəsində isə planetlər, günəşlər, qalaktikalar öz təyin olunmuş orbitlərindədirlər. Dənizlərdə, okeanlarda ayla yerin qarşılıqlı vəziyyətindən asılı olaraq qabarmalar, çəkilmələr hamıya məlumdur. Deməli, həmin zərrələr uyğun sürətdə onların nüvələri aralarına, həmin mühitin hər bir nöqtəsinin xassələrindən asılı olaraq müəyyən nisbətdə dolaraq bu aralıq məsafənin sabit qalmasına və planetlərin nizamlı hərəkətinə köməklik edir. Bu ayrı-ayrı hərəkətlərin cəmində kainatda elə bir ki, ümumi bir ansambl hərəkəti təsiri yaranır. Və bu özünü yenidən hər bir makro və xüsusilə ölçə və yaxud hiss edə bilinən dərəcədə mikro aləmdə göstərir. Məsələn, Brown hərəkəti bu hərəkətin təsiri nəticəsidir. Ona görə də fizikada Brown hərəkətini qarmaqarışıq xaos deyil, cisimlərin, hissəciklərin, ümumiyyətlə varlıqların andan-ana özünün və ətraf varlıqların hal hərəkətinə uyğunlaşdıraraq özünü nizamlayıcı hərəkəti adlandırmaq daha düzgün olardı. Çünki ümumiyyətlə kainatda əslində xaos yoxdur.
kainatda vəhdətə, ahəngə tabi olan, lakin dərk edilməsi və uyğun dəqiq hesablamaların aparılması biz insan yaranışları üçün çox çətinlik törətdiyindən, hətta demək olar ki, heç mümkün olmadığından bu hərəkətləri xaos kimi anlayırıq. Deməli, Brown hərəkəti təkcə hissəciklərin toqquşma hadisəsindən ibarət deyil, həm də onlar əsasən kainatın təsirinə məruz qalırlar. Sənin yuxarıda dediklərindən istifadə edib başqa bir fiziki cəhəti aydınlaşdıraq. Fizikanın inkişafı tarixində istiliyin yaranmasına dair iki nöqteyi nəzər mövcud olmuşdur. 1. Cismin qızmasına səbəb çəkisiz materiyanın xüsusi növü olan istiliyi törədəndir. Bu nəzəriyyənin tərəfdarları Qaliley, Pierre Gassendi və başqaları olmuşlar. 2. İstiliyin mahiyyəti cismin atomlarının, ümumiyyətlə onun təşkil olunduğu hissəciklərinin hərəkətindən ibarətdir. Belə bir baxışı 17-ci əsrin əvvəlində Francis Bacon söyləmişdir. Və bu nöqteyi nəzərdə René Descartes, Daniel Bernoulli, Mikhail Lomonosov və başqaları dayanmışlar. Bu isə molekulyar kinetik nəzəriyyə adlanır. Enerjinin saxlanması və çevrilməsi qanunu kəşf edildikdən sonra fiziklər 19-cu əsrin ortalarında birinci nəzəriyyə, yəni cismin qızmasına səbəb yaradan, istilik törədən çəkisiz materiya nəzəriyyəsinə son qoydular. Onların başlıca etirazı işin istiliyə və əksinə istiliyin işə çevrilməsi hadisəsinə əsaslanırdı.